Vaxt eləsəz. Vallahi da. İsmet! Ne var axı? Nəyə çığırırsan axı? Da görmüsən telefonla danışıram axı. Öyle senaryosan, geç alığın yerə dəysin. Sen beni 33 ildir yalan danışırsan Vaxt bak. elə bir oğlan elə birdən patlayır. Valla. Utanıp eyleme. 33 ildir sen bana yalan Ne danışırsan. yalanı danışmışam? Da sen bana dedin zəhərləçiləcəyət. Bələçləşlə gətib, kim gətirib bə? Da dostlarım deyəcək yan ayrı, biz yandaq. Siz elə dostlarla oturursunuz, ləçləşlərdən danışırsınız. Sözü bəhsə bəzləmə ki. Və sən deyirsən, səni ləçləşəcəyət. Demişəm ki, ləçləşəcəyət. Sən də elə bu mağzı və salcıdan ki, o dız qıraq mağzı və salcıdan ki, bunları ləçləşəcəyətibsən. Ləçləçinin adı Əkidir da. Nə əçisi? O taxataladıqca üzünü su dökülüb. Bir həya. Sonra deyirlər Rəfiqə kələk, Rəfiqə bir kələk madə. Əfsanələrdir, cəhənnəm oldu. Elə əfsanə sən Əkidir ki, məni belə eləyibsən. Duruyğum, ama salonu gündə qurd eləmə bayramın günü. Dur! Dur ki!